Məni Mahtələt deyə çağırırlar. Adımın mənası ay üzlü deməkdir. Bu ləqəb uşaqlığımdan taleyimə yazılıb. Sanki çöhrəm sakit bir gecənin nurlu ayı kimi işıqdan doğmuşdur. Düşüncəli baxışlarım və sakit duruşumla mən dövrümün cazibədar, zərif və ləyaqətli qadın obrazıyam. İncə geyimim və zinətlərim mənim zadəgan mənsubiyyətimi göstərsə də, ruhumdakı dərinlik və sükut portretimin əsas məğzini təşkil edir. I am called Ma Talat, which means moon-faced. This name has been etched into my destiny since childhood, as if my face was born of light, like the luminous moon of a tranquil night. With my thoughtful gaze and calm pose, I embody the charming, delicate, and dignified female figure of my era. Although my fine clothing and jewelry indicate my noble origins, it is the depth and quietude of my soul that form the true essence of my portrait.